Bugünkü dərsdə CSS-in davamını keçəcəm ümumilikdə. Deməli, keçən dərs bildiyiniz kimi, yəni CSS-in başladıq. Elə bil ki, daha çox bu dərs box modelindən keçəcəm. Bir də ki, borderləri daha yaxşı keçəcəm. Ümumilikdə, yəni CSS, yəni dediyim kimi, əsasən məsələn sintaksisi falan başa saldım, sonra external, internal CSS və s. Belə deyim, əslində CSS-in kodları çoxdur, düzdür. Ancaq yəni onların hamısını da öyrənmək də lazım deyil. Məsələn, əsasən yəni vacib olanları dərslərdə başa salacağam. Amma belə məsələn nəsə sualınız falan olsa mənə də yaza bilərsiniz və ya hansısa kodu öyrənmək istəyəndə ümumilikdə belə internetdə falan da araşdıra bilərsiniz. Deməli, bu günlər dediyim kimi CSS box model keçəcəyik. Bu çox vacibdir əslində. Yəni bunsuz yəni sayt falan düzəltmək çox çətindir. Deməli, ümumilikdə box model nədir? Box model ümumilikdə məsələn tutaq ki, hansısa bir saytımızda hansısa bir əşya varsa, məsələn tutaq ki, gəlin belə bir şey eləyək. Əsasən biz div yaradırıq. Div başa salım nədir? Ümumilikdə buna div deyilir. Divin elə bir ki, yaradırlar ki, buna box model deyilir. Yəni məsələn divin içində ümumilikdə nə olacaq, onu istədiyimiz yerə məsələn aparmaq üçün çox lazımlı bir şeydir. Yəni məsələn tutaq ki, divin içində mən nə yazsam, gəlin tutaq ki, yazaq h1 hello məsələn world. Ondan sonra bir dənə də paragraf açaq. Məsələn hello there. İndi bir dənə CSS-in hamısını silim. Tamam. Yəni gördüyünüz kimi belə iki dənə bir şey yarandı. Məsələn, əgər mən istəyirəm ki, ikisini də bir yerdə həmişə qalsınlar, ona görə mən həmişə buradan div istifadə edirəm. Yəni bir sözlə div nə edir? Bu yaxşı yazılmayıb. Bir sözlə div nə edir? Əgər divin içindəki hansı elementləri ki yazsanız, məsələn burada yazmışam h1, ondan sonra p, yəni ümumilikdə bura nə yazsanız, istəsəniz bura formda yaza bilərsiniz. Yəni heç bir fərqi yoxdur. Bunların hamısını bir sözlə bitişdirmiş kimi olur. Yəni ümumilikdə əgər bu div-yə nəsə eləsəz, onda yəni divin içindəki olan bütün kodları effekt eləyəcək. Məsələn tutaq ki, mən buna bir dənə id versəm, məsələn first yazaq. Ondan sonra yadınıza düşürsə id-ni yazanda hashtag istifadə edirdik. First. İndi məsələn mən buna yazsam ki, məsələn background color black. Yaxşı black olmasın, blue olsun. Yəni gördüyünüz kimi ikisininki də olur. Yəni ikisininki də arxa fonu blue olur. Niyə? Çünki dediyim kimi biz divin id-si first-dür və divin içindəki nə varsa həmişə bütün hamısına effekt eləyir. Və ya məsələn yadınıza düşürsə color kodu var idi. Color kodu da tekstin rəngini dəyişdirir. Məsələn tutaq ki, color kodu yazsam white və ya gəlin hex kodla yazaq. Keçən dərs yadınıza düşürsə bizim hex kodlar var idi. Məsələn FFFFF ağ rəng deməkdir. Yəni gördüyünüz kimi sözlərimiz ağ rəng oldu. Yəni div çox belə lazımlı bir şeydir əslində. Həm də ki çox belə kömək eləyir. Yəni ümumilikdə divin içində nə yazsanız, ondan sonra təbii də məsələn adicə belə bir şey yaratmaq üçün divsiz, gərək mən h1-ə yazım, ondan sonra buna background color verim, sonra p-yə yazım, ondan sonra buna background color verim. Həm də ki elə eləyəndə çox da effektiv olmayacaq. Yəni arasında görəsiz boşluq var belə, orası da göy rəng olmayacaq. Yəni yenə də belə çox belə yəni sizi çətinliyə sala bilər. Məsələn sonra və ya divin içinə keçsək, məsələn text align center versəm, yəni gördüyünüz kimi bütün sözlərin hamısı ortaya gedir. Ümumilikdə CSS box model eləyəndə çox vaxt divlərdən istifadə olunur. İndi isə box modelin özünü başa salmaq istəyirəm. Box model əsasən 4 yəni hissədən ibarətdir. Biri content. Content nədir? Content ümumilikdə divin içindəki olan bütün hər şey content deyilir. Yəni belə içində məsələn hal-hazırda bizdə nə var? H1, bir də P. Buna biz content deyirik ikisinə. Ondan sonra padding var. Padding nədir? Məsələn tutaq ki, hal-hazırda görürsüz ki, bu söz, yəni bu ikisi söz belə yapışır bu qıraqlarına, gördünüz? Məsələn amma istəyirsiniz ki, bu belə yapışmasın CSS-də. Məsələn biraz belə ortaya kimi gəlsin. Məsələn indi göstərəndə lap yaxşı başa düşərsiniz. Tutaq ki, mən getsəm div-yə təzədən. Div-yə mən belə bir kod yazsam, məsələn padding. Kodu belə yazılır. Ondan sonra buna piksellə, faizlə, yəni fərq etməz. Məsələn mən çox vaxt piksellə yazıram. Tutaq ki 50 piksel yazsam, gördünüz? Yəni ümumilikdə padding nədir? Qıraqlarına belə boşluq kimi bir şey yaradır. Yəni gördüyünüz kimi 50 piksel qoymuşam deyənə
bunu hər tərəfdən elə bil ki 50 piksel itələyir. Yəni belə başa düşə bilərsiniz ki, məsələn, qıraqlardır. Bu hər qıraqda məsələn kimsə gəlir, bunu 50 piksel buraya itələyir, bunu 50 piksel buraya itələyir. Bu da yəni belə böyüyür. Yəni əslində məsələn insan burdan durur, beləsinə yəni itələyirlər ki. Sonra bizdə margin də var, border də var. Birinci margini başa salacağam, sonra bordera keçəcəm. Margin nədir? Margin ümumilikdə yəni məsələn nəyinsə məsələn yerini dəyişmək üçündür. Məsələn əvvəla bunu soruşa bilərsiniz ki, niyə bu həmişə bütün ekranı bağlayır DIV? Bunun həll yolu da var əslində. Bu nəyə görədir? Bunu indi səhv eləmirəmsə bu dərsdə olmalıdır. Flex deyə bir şey var. Flex eləyəndə həmişə bütün ekranı bağlayır. Səhv dedim. Blok eləyəndə bütün ekranı bağlayır. Flex eləyəndə ancaq bir yerə belə bağlanır. Elə ki burada hal-hazırda blokdur deyənə, yəni blok sözündən də başa düşə bilərsiniz, yəni qadağan kimi qoyur da. Elə eləyir ki, məsələn kodların hamısı həmişə bunun altında olsun. Yəni qoymur ki, yəni bu qıraqlarda falan yaransın. Ona görə həmişə kodlar alt-alta gəlir. Məsələn bunu fix eləmək üçün bir neçə yol var. Tutaq ki, siz istəsəz bu çox belə böyük olmasın. Yadınıza düşürsə belə bizim bir belə kodumuz var idi. Width bir də height kodları. Yəni ümumilikdə bunlara məsələn value qoysaq, tutaq ki, width-ə mən 100 piksel qoysam, height-ə da 100 piksel qoysam, gördüyünüz kimi belə bir kvadrat yarandı. Yəni ümumilikdə tutaq ki, əgər siz hansısa div-nin ölçüsünü falan dəyişmək istəsəz, bunlardan istifadə edə bilərsiniz. Məsələn, 100 piksel eləməyək, gəlin bunları 500 eləyək ki, rahat olsun. Tamam. Aha, belə bir şey. Ondan sonra ümumilikdə margin nədir? Margini başa salım. Bir də bunu deyim ki, məsələn padding-də, məsələn hal-hazırda gördünüz, mən dedim ki, məsələn padding-i sadəcə tək yazanda ümumilikdə bütün hər yerdən belə qoyur. Məsələn burdan da əlavə eləyir 50 piksel, burdan da əlavə eləyir 50 piksel, burdan da. Məsələn deyə bilərsiniz ki, mən istəyirəm sadəcə yuxarıdan olsun. Bizim əslində belə kodlarımız da var. Məsələn mən padding-i silsəm yaza bilərəm padding, gördünüz avtomatik olaraq çıxır. Padding left, top, bottom, right. Əsasən bu 4 istifadə olunur. Məsələn top istifadə eləsəm bura məsələn 100 piksel yazsam, gördüyünüz kimi sadəcə belə yuxarıdan gəlir. Məsələn, qaytaraq, məsələn bu top eləməyə left eləyək. Gördüyünüz kimi yuxarıya yapışır, ancaq bu tərəfdən, yəni sol tərəfdən gördüyünüz kimi biraz belə aralaşır. İndi margini göstərəcəm, ondan sonra bundan fərqlərini başa salacağam. Əslində margin də demək olar ki, eyni şeydir. Məsələn, tutaq ki, əgər mən padding-in yerinə margin yazsam, məsələn margin left yazaq elə. Yəni gördüyünüz kimi boxun yeri dəyişdi. Məsələn görürsüz, margin yazanda, padding yazanda ümumilikdə iç tərəfdəndir. Fərqləri əsasən budur. Padding yazanda həmişə div-nin içini dəyişdirir. Yəni görürsüz burada bunu böyüdürdü, ya belə yəni yer saxlayırdı. Məsələn burdan belə aşağı eləyirdi. Ancaq margin eləyəndə margin həmişə lap qıraqları eləyir. Məsələn burada gördünüz belə bir yer yarandı. Əgər məsələn mən bunu silsəm, məsələn bunu kommentə alsaq, komment alanda, yəni belə eləyəndə kod işləmir. Yaxşı gəlin belə sileyim, bax yaxşı. Gördünüz belə gəldi qırağa yapışdı. Məsələn təzə mən bu kodu əlavə eləsəm, məsələn ki lap yaxşı görsənsin, mən bura 100 yox, məsələn 500 piksel yazım. Gördünüz? Yəni ümumilikdə margindən boxun, div-nin yerini dəyişmək olar. Sadəcə div-ə aid deyil. Yəni H1 də olar, P də olar, fərqi yoxdur. Amma ümumilikdə yəni sadəcə indi div-ni başa salıram deyənə div-nin üstündə eləyirəm. Yəni margin istifadə eləyəndə məsələn bu istədiyiniz bir şeyi qırağa çəkə bilərsiniz. Əsasən məsələn margin left yazanda məsələn bu tərəfə aparır. Sonra margin right var. Məsələn gəlin margin top yazaq. Yəni gördüyünüz kimi yuxarıdan düşür. İndi bunu belə başa salın. Aha, bəli, C++-da da komment. Sadəcə C++ məsələn C++-da biraz fərqli yazılırdı səhv eləmirəmsə. Orada səhv eləmirəmsə belə yazırdıq 2 dənə bundan qoymaqla. Tam düzgün yadımda deyil. Yəni burada o işləmir. Əslində hər dilin kommenti fərqlidir. Yəni hamısı eyni şeyi edir əlbəttə ki. Yəni ki kod işləməsin. Sadəcə yazılışı biraz fərqlidir. Məsələn HTML-də komment yazanda belə bir şey yazsınız, görürsüz? Yəni komment bu deməkdir. CSS-də yenə də məsələn bunu eləsəm, komment yəni belə bir şeydir. Yəni amma aha bəli. Amma məsələn bunu tək sətr yenə də burada olsa, yəni bunu yazsaq işləməyəcək, görürsüz? Yəni ümumilikdə. Tamam. Yəni ümumilikdə kommenti yazırıq ki, kod belə işləməsin də, yəni bilməyənlər üçün.
Yəni ümumilikdə dediyim kimi margin əgər ümumilikdə bunun yerini dəyişmək istəsəniz, tutaq ki, belə ortaya falan eləmək istəsəz, padding isə daha çox belə qıraqlardan belə push eləmək kimi deyə bilərəm də. Yəni qıraqlardan belə biraz ara yaratmaq üçündür. Belə bir şey deyə bilərəm. Aha, bir dənə bunu başa salacaqdım. Gördüyünüz kimi belə sual verə bilərsiniz ki, məsələn, top yuxarı deməkdir də, yəni biz niyə margin top yazanda bu məsələn aşağı düşür amma yuxarı qalxmır. Məsələn, gəlin təzədən mən bunu 100 yox 500 eləyim. Yəni görürsüz bu aşağı düşür. Yəni top axı yuxarı deməkdir, belə fikirləşə bilərsiniz. Bunu başa salmaq üçün belə bir şeydən istifadə edəcəm. Bu əslində çox yaxşı bir şeydir. Məsələn, əgər mən burada body'yə gəlsəm, bizim divini seçsəm, gəlin bunu biraz yuxarı çəkim ki, qəşəng görsəniz. Bunu məsələn 500 yox 100 verək. Tamam. Ümumilikdə yəni bunu başa salmaq üçün buradakı belə bir şeydən istifadə edəcəm. Gördüyünüz kimi contentin özü, yəni görürsüz bunu məsələn mən üstünə gətirəndə görürsüz biraz rəng dəyişir. Yəni ümumilikdə içini göstərir. Yəni content içidir. Sonra padding hal-hazırda yoxdur deyən indi paddingi yaradım qoy o da görsənsin. Məsələn padding 100 piksel qoyaq. Aha indi paddingin üstünə eləyəndə gördünüz. Yəni ümumilikdə baxın content budur. Sonra padding eləyəndə gördüyünüz kimi bu tərəflər belə highlight olunur. Yəni padding içindəki aralığı yaratmaq üçündür. Border hələ ki yoxdur deyənə heç nə göstərmir və margində gördüyünüz kimi ümumilikdə qıraqdır. Məsələn mən nə yazmışam? 100 piksel top. Yəni yuxarıya 100 piksel margin qoymuşam. Yəni gördüyünüz kimi bunu prosta belə saxlaya bilmirəm. Yəni məsələn burada gördüyünüz kimi 100 piksel top yazanda burada elə bir ki nəsə yaradır da. Yəni məsələn top yazanda üst tərəfindən nəsə yaradır. Belə bir şey fikirləşə bilərsiniz. Yəni belə fikirləşin ki, top yazanda həmişə aşağı düşür, yəni tərsə. Bottom yazanda yuxarı qalxır. Left yazanda məsələn sağ tərəfə gedir. Right yazanda sol tərəfə gedir. Yəni margində biraz belə tərs işləyir. Amma yəni bunu da başa düşmək üçün yəni dediyim kimi məsələn margində hal-hazırda görürsüz ki, məsələn yuxarıda belə highlight olunur. Yəni bir sözün ora bir boşluq kimi yaradır ki, yəni oradan biraz belə aşağı düşsün. Məsələn top yazanda yuxarıda boşluq yaradır. Yəni belə bir şey fikirləşə bilərsiniz. Tamam. Deməli bu paddingdə də yəni başa saldığım kimi left, right, top da yazmaq olur. Yəni fərqi yoxdur. Margində də yəni eləcə əgər margin yazsanız, məsələn, eləcə margin yazsanız yenə də bu hər tərəfdən eləyəcək. Gördüyünüz kimi yəni hər tərəfdən 500 piksellik bir şey yaradır. Gəlin bunu belə azaldım. Tamam. Ümumilikdə yəni əsasən margin və padding belə işləyir. Bu margin padding bir də div-dən nəsə sual var kiminsə başa düşmədiyi bir şey. Tamam. Okey, davam edə bilərik. Baxın elə burada da məsələn başa salır ümumilikdə. Məsələn width height qoyanda, gördüyünüz kimi height 150 piksel qoyanda məsələn belə bir şey, yəni yuxarı aşağı, width isə soldan sağadır əsasən. Yəni bunu dediyim kimi əsasən belə çox vaxt mən də belə piksel işlədirəm, məsələn yazmaq üçün. Amma bunu əslində faizlə də yaza bilərsiniz və ya məsələn başqa şeylər də var. Məsələn burada belə eləyəndə göstərir hamısını. Məsələn gördüyünüz kimi faiz var, cap var, CH, cm, yəni santimetr falan da yazmaq olur. Yəni gördüyünüz kimi çoxlu belə yazılmaq üçün çoxlu bir şeylər var. Yəni məsələn bunu metr falan kimi fikirləşə bilərsiniz, santimetr kimi, sadəcə belə kodlar üzrə. Əsasən istifadə olunanlar dediyim kimi pikseldir, faizdir, santimetrdir. Bir də ki burada tapsam. Bir də ki belə bir şey var. Məsələn 10. Aha belə bir şey. Bu isə view screen width deməkdir. Yəni bu nəyə görə istifadə olunur? Məsələn tutaq ki telefonda falan eləyəndə, məsələn hal-hazırda mən bunun telefon versiyasına baxsam, yəni gördüyünüz kimi telefonda fərqli görsənir. Yəni tamamilə fərqli. Məsələn əgər tutaq ki telefonda görürsüz belə qırağa yapışıbdı. Ancaq kompüter versiyasında qırağa yapışmayıbdı. Yəni bu daha çox belə sol tərəfdədir. Məsələn bunu da qarşısını almaq üçün çox vaxt belə bundan istifadə olunur. Məsələn bu width deməkdir. Yəni view screen width, bir də view screen height var. Yəni bunu əsasən belə telefon ekranına görə, kompüter ekranına görə daha çox təmzimləyir öz-özünə. Yəni ki məsələn kompüterdə necə görsənirsə, telefonda da çalışsın elə görsənsin. Amma gələn dərslərdə biz mobile screen üçün daha effektiv kod yazmaq üçün onları başa salacağam. Yəni bunu bilməsəz də olur. Bu biraz
belə başa düşmək biraz vaxt ala bilər. Yəni gərək çoxlu özünüz test eləyəsiniz. Məsələn, ev tapşırıqlarını yəni əsasən ona görə verirəm. Məsələn, insan özü yazdıqca yəni daha yaxşı başa düşür də ki, bu kod necə işləyir. Yəni əslində ev tapşırıqları falan ona görə verilir. Amma yəni dediyim kimi bu çox da vacib deyil. Yəni bunu elə piksellə falan da yaza bilərsiniz. Amma yəni ümumilikdə gələn dərslərdə yəni başa salacağam telefon versiyası üçün falan nətər eləyə bilərik ki, tam tənzimləsin. Paddingi belə başa saldım. Okay. İndi isə border'a qayıtmaq istəyirəm. Deməli border nədir? Yəni border tərcüməsini bilə bilərsiniz. Məsələn, border gəlin bir dənə kod yazaq, tutaq ki. Bunu gəlin belə ortaya eləyək ki, qəşəng olsun. Məsələn, margini 500 yazaq. Left 500. Recording gedir. Aha belə tam orta deyil amma heç nə. Yəni belə daha yaxşı görsənir. Deməli ümumilikdə border yaradım. Məsələn, border yaratmaq üçün belə bir şey yazırıq. Əsasən border yəni belə fərqli kodlarla da yazmaq olar, amma yenə də belə iç-içə də yaza bilərsiniz. Məsələn, keçən dərs elə belə məsələn yazanda göstərmişdim sizə border radius var, color var, top var, yəni width var, hər şey var. Amma yəni bunu ümumilikdə əgər sadə bir border yaratmaq istəyəndə, yəni ən sadə seçim belə bir şeydir. Məsələn, sadəcə border yazaraq, məsələn, borderin indi spesifik value-ları var, onları yazmaq lazımdır. Məsələn, burada göstərir. Birincisi həmişə piksellə bunun qalınlığını yazırıq. Qalınlıq nədir? İndi onu göstərim. Məsələn, yaxşı birinci belə başa salın. Deməli qalınlıq nədir? Tutaq ki, bu gördüyünüz məsələn bu qıraqları var. Məsələn, bunu 2 pikseldə hal-hazırda. Məsələn, mən bunu 5 piksel eləsəm bu lap qalın olacaq. Belə lap belə yəni John Bull kimi görsənəcək, belə deyim. Yəni əsasən ən birinci həmişə yazanda piksellə yazırıq, nə qədər qalındır. Ondan sonra borderin növləri var. Solid nə deməkdir? Solid belə normal deməkdir. Dashed belə gördüyünüz kimi belə bir şey, dotted nöqtəli belə bir şey və s. Yəni burada da növünü spesify eləyirsiniz. Border necə olsun və sonra da rəngini. Yəni rəng məsələn black, blue, red fərqi yoxdur. Yəni nə rəng istəsiniz qoya bilərsiniz. Yəni hexlə də yaza bilərsiniz. Məsələn FFF bilmirəm, yəni fərqi yoxdur. Məsələn hal-hazırda indi bunu yazaq. Tutaq ki, mən 5 piksel yazım, ümumilikdə belə qalınlıq üçün. Hələlik normal bir şey istəyirəm, ona görə solid yazacağam. Və məsələn, tutaq ki, məsələn, nə rəng verək? Məsələn, red verək. Gördüyünüz kimi belə qıraqlarından yarandı, ümumilikdə belə qırmızı gördüyünüz kimi. Məsələn, mən əgər bu 5 piksel yazsam 10 piksel, gördüyünüz belə qalınlaşır. Yəni, ümumilikdə birinci qalınlığını yazsınız, ondan sonra hansı width istəyirsiniz, məsələn, bunu dotted yazsaq. Gördüyünüz kimi belə nöqtəli olur və ya dashed yazaq. Gördüyünüz kimi belə xətti olur. Yəni borderları ümumilikdə yazanda da belə olur. Rəngini də dediyim kimi, yəni hex kodla falan da yazmaq olar. Məsələn, hex kodla gəlin random bir rəng yazaq. Məsələn 98, 77, məsələn 66 belə bir şey. Yəni gördüyünüz kimi belə bir rəng alınır. İndi bunu solid qoyum. Tamam. Yəni ümumilikdə gördüyünüz kimi belə bir border yaradır. Məsələn, mən bunun əgər width-ini biraz çoxaldaq. 500 piksel eləyək. Margini də azaldaq ki, tam orta olsun. Tamam. 600 qoyaq. Tamam. Yəni ümumilikdə gördüyünüz kimi belə bir şeydir. Sonra div-in içində məsələn sadəcə ümumilikdə dediyim kimi, div-in içində artıq nə yazsanız, bu göy rəng olan yerin içində yazılacaq. Məsələn, tutaq ki, burada H1P falan yazmışam. Ondan sonra burada məncə kod olmalı idi. Onu götürə bilsəm yaxşı olar, bir də yazmayayım. Məsələn, tutaq ki, bu kodu götürüm. Bunu da içindəkilərə götürək. İndi burada əlbəttə ki, şəkil işləməyəcək. Şəkli məsələn internetdən götürmək olar. Məsələn, gəlin, fərq etməz, yəni belə bir şey götürək. Copy image address. Məsələn, burada tamam.
İndi şəkil çox böyükdür. Əgər yadınıza düşürsə, şəklin falan razmerini dəyişdirmək üçün iki cür var əslində. İstəsəniz belə məsələn girə bilərsiniz CSS-ə. Burada da CSS-də yazarsınız məsələn image. Ondan sonra məsələn bura yazarsınız width height. Və ya məsələn mən tövsiyə edərəm ki, həmişə image-lərdə razmer yazanda məsələn girəsiniz elə kodun özünə. Burada məsələn width falan yazanda çıxır. Məsələn 100 piksel yazaq. Yəni gördüyünüz kimi belə bir şey. Ümumilikdə gəlin elə bunun üzərində işləyək. Məsələn buna biraz dizayn verək. Məsələn birinci bunun başlanğıcı CSS-də və HTML-də vəbşə saytların qurulmasında çox belə populyar bir şey var. Buna kartlar deyilir. Kartlar əslində çox populyardır dediyim kimi ümumilikdə. Bir dənə dala qayıdaq. Tamam. Kartlar ümumilikdə çox belə populyardır. Məsələn kartlar əsasən nəyə deyilir? Məsələn kontaktomda falan girəndə, orada məsələn hansısa bir məhsula baxanda belə görürsüz belə hamısı belə yan-yana düzülür. Yəni ümumilikdə belə düzülür. Qoy bir dənə bunu göstəreyim. Məsələn tamam. Gördüyünüz kimi ümumilikdə belə bütün məhsulları belə kiçik bir şey yığıblar. Məsələn bunların hamısı div-dir. Yəni div ilə belə yığıblar. Content gördüyünüz kimi telefonun şəkli, rəng seçimi, buttonlar, məsələn burada ola bilər PD, ola bilər H6-dır. Məsələn stil falan və s. Yəni ümumilikdə kartlar çox belə yəni populyardır. Məsələn bunu kartlarla çox şey eləmək olur. Ya məsələn dediyim kimi belə məhsul qoya bilərsiniz ümumilikdə, yəni məhsulları göstərmək üçün və yəni ümumilikdə nə istəsəniz kartlarla eləyə bilərsiniz. Amma yəni ən çox dediyim kimi belə məhsul düzülüşündə istifadə olunur. Ancaq indi biz məsələn profil yaradımında istifadə edəcəyik. Məsələn birincisi gəlin bunu düzəltmək üçün ki, qəşəng görsənsin. Ümumilikdə məsələn width-in falan balacaladaq. Məsələn 100 piksel belə 200 qoyaq. Buradan da 300 qoyaq. Aha belə bir şey. Ondan sonra ümumilikdə yəni məsələn bunu daha yaxşı görsənməsi üçün bəlkə arxa rəngini dəyişə bilərik. Məsələn nə rəng olsa yaxşıdır. Elə bilə kimsə bir rəng deyə bilər və ya qala da bilər əslində. Məsələn gəlin borderin rəngini black eləyək. Tamam. Açıq yaşıl. Məsələn açıq yaşıl üçün gəlin belə bir şey eləyək. Məsələn girək hex code color. Məsələn bu sayta girək. Baxın burada indi məsələn açıq yaşıl seçmək üçün gətiririk bura məsələn. Aha belə bir şey ola bilər. Gördüyünüz kimi avtomatik olaraq hex coloru çıxardır. Bunu kopyalayırıq sadəcə. Kopyalayandan sonra bura atırıq. Qabağına da hashtag qoymaq yaddan çıxmasın. Border'a qoydum. Tamam. Bəs border rəngini nə rəng eləyim? Açıq qara. Qara rəngi, tamam. Belə əslində eləmək olar. Aha, belə grey kimi bir şey almaq olar, məsələn, belə bir şey. Məsələn, indi bura girsək. Tamam. Aha, ümumilikdə belə bir şey. Məsələn, indi ümumilikdə gəlin bütün hamısını mücəmməli stil verək. Gördüyünüz kimi yazıb falan font çox da xoşuma gəlmir. Yəni fontu daha yaxşı bir şey eləyə bilərik. Məsələn, fontu eləmək üçün necə olur? Ümumilikdə əgər məsələn div-in içindəki bir şeyi dəyişmək istəsəniz, çox vaxt belə yazılır. Birincisi ümumilikdə bunun başlanğıcı parent deyilir, bir də child deyilir. Yəni valideyn və uşağı. Məsələn, valideyn həmişə div sayılır, tutaq ki. Və uşağı access eləmək üçün tutaq ki, mən məsələn H3-ü dəyişmək istəyirəm, tutaq ki, mən bunun rəngini dəyişmək istəyirəm. Birinci parent'in adını yazıram. Məsələn, parent'in adı, valideynin adı hal-hazırda bizdə first-dür. Yəni məsələn hashtag first yazıram. Ondan sonra bunun içindəki əgər mən H1-i dəyişmək istəyirəmsə, indi isə uşağın adını yazıram. İstəsəniz belə H1 yaza bilərsiniz, amma əgər yadınıza düşürsə demişdim ki, əgər məsələn H1 falan yazsaq, onda bütün kodlar dəyişəcək. Yəni hansı ki H1 yazılıbdır içində, məsələn div-in içində hardakı H1 yazılıbdır, bütün kodlar dəyişəcək. İndi hal-hazırda burada H3-dür, ona görə mən H3 yazacağam.
Amma məsələn əgər istəsəz sadəcə bir dənə E3 dəyişsin, əgər məsələn div-in içində çox E3 falan varsa, onda əgər istəsəz sadəcə biri dəyişsin, yadınıza düşürsə nə edirdik? Buna bir dənə məsələn ID qoyurduq. Amma indi mən ID qoymayacağam sadəcə. Çünki bizdə bir dənə də E3, ona görə elə E3 yazacağam. Yəni gördüyünüz kimi birinci first yazırıq div-in adını, ondan sonra qırağından da child'ın adını yazırıq. Yəni deyirik ki, first div-in içindəki mən E3-ü dəyişmək istəyirəm. İndi məsələn bunu deyərsiniz ki, bunun fərqi nədir bəs? Məsələn, adi məsələn bəs E3 yazsam bunun nə fərqi olar? Məsələn, kodu belə açım, belə yazım da. Fərqi odur ki, məsələn, əgər mən div-dən çıxsam, məsələn, görürsüz div-dən qıraqdadır. Bura əgər mən E3 yaratsam, məsələn, hello desəm, və mən gördüyünüz kimi burada yarandı və mən məsələn girsəm əgər birinci gəlin belə first-ün içindəkini eləyək. Məsələn first-ün içindəki E3-ə font size qoysam, gəlin bunu məsələn 40 piksel yazaq. Gördüyünüz kimi bu böyüdü, ancaq buradakı böyümədi. Yəni nəyə görə? Çünki biz dedik ki, div-nin first div-nin içindəki mən E3-ü dəyişmək istəyirəm ümumilikdə. Ancaq əgər məsələn tutaq ki, mən bu qabaqdakı first-ü silsəm, sadəcə E3 yazsam, gördünüz, bu da dəyişdi. Yəni div-in qıraqdakı da dəyişdi, div-in içindəki də dəyişdi. Yəni ümumilikdə əgər siz sadəcə div-in içindəkini istəyirsinizsə, həmişə gərək parent-in adını da yazasınız. Yəni bizim halımızda da bu first-dür. Yəni gördüyünüz kimi bunun indi boyu balacalandı. Ümumilikdə gəlin bunu silək ki, qəşəng görsənsin. Tamam. Məsələn tutaq ki, bunun indi font size-ını dəyişdirdik, daha bir böyük bir şey elədik. Ancaq yenə də belə baxıram, belə fontun özü də çox yaxşı görsənmir əslində. Məsələn, gəlin başqa font qoyaq. Yadınıza düşürsə, fontun dizaynı dəyişmək üçün biz nə yazırdıq? Məsələn, gəlin sizdən sorsam yadınıza düşürsə. Fontun ümumilikdə, yəni dizaynı dəyişmək üçün hansı koddan istifadə olunurdu? Məsələn, font size nə qədər böyüklükdür? Bəs belə dizaynı dəyişəndə hansı kod yazırdıq? Font type yox, yaxındır. Belə məsələn belə fikirləşin də. Məsələn ailə kimi fikirləşin. Aha, font family, bəli. Məsələn font family yazsaq, font family-də məsələn Arial istifadə edək. Bilmirəm, mən browserimdə Arial varmı yoxsa yoxmu? Aha, var. Gördüyünüz kimi, yəni Arial fontu pis deyil, yəni daha yaxşı görsənir, yəni ümumilikdə. Yəni məncə belə məsələn adını belə yazsaq daha yaxşı görsənər. Bir də ki belə baxıram, belə kvadrat çox da belə köhnə görsədir. Məsələn əgər siz istəsəz ki borderin ümumilikdə qıraqları yumru olsun, onda belə bir kod var, bundan istifadə edirik. Məsələn borderi harda yazmışdıq burada? Giririk bura, yazırıq border radius. Yəni borderin radiusu ümumilikdə məsələn bura piksellə yazılır. Tutaq ki hardasa belə 10 piksel falan qoysam, yəni görürsüz belə yumrulaşdı. Bəlkə biraz daha çox yumru edək. Məsələn 30 piksel. Aha, belə bir şey. Yəni belə daha yaxşı görsənir məncə. Tamam, John Doe'nu dəyişdik. İndi isə ümumilikdə yəni John Doe'nun öz işi var, yəni front-end developerdir. Ancaq ümumilikdə yəni bu da pis görsənir. Yəni məsələn insan baxanda çox da belə xoşuna gəlməz. Ümumilikdə gəlməsən bunun font size-ını biraz böyütmək olar. Məsələn yenə necə yazırdıq? Girirdik div-in içinə, yəni family adını yazırıq first. Ondan sonra bu da bizdə nə idi? Paragraf idi. Ona görə p yazırıq, sadəcə p. P-ni yazandan sonra bracketlərimizi açırıq və tutaq ki font size yazaq, ki böyüklüyünü qoyaq. Hardasa tutaq ki, bilmirəm, 20 piksel. Məncə biraz böyük oldu. Məsələn 15 yazaq. Daha böyük, yaxşı, 20 yaxşı idi məncə. Tamam. Ümumilikdə 20 belə bir şey. Elə bunun da məncə font family-sini elə Arial qoysaq daha yaxşıdır. Tamam. Gördüyünüz kimi ümumilikdə yəni bu da belə. Yaxşı gəlmir, 17 eləyək, çox böyük oldu nəsə. Tamam. Belə bir şey. Ümumilikdə yəni gördüyünüz kimi John Doe, front-end developer və button var. İndi isə əsasən button necə dəyişilir? Yəni buttonu dəyişmək biraz yerdəkilərə baxaraq yəni daha çətin olacaq. Çünki buttonda çox şey dəyişilir.
Ümumilikdə yəni button kodu yadınıza düşürsə belə yazılır, sadəcə button, içində də əlaqə. Basanda hal-hazırda heç nə olmur gördüyünüz kimi. Buttona ümumilikdə ki, basanda nəsə olsun, çox vaxt JavaScript-dən istifadə olunur. Məsələn, orada buttona bir dənə ID qoyuruq və deyirik ki, məsələn, JavaScript-də bu ID-yə basılanda belə bir şey olsun. İndi hal-hazırda yoxdur, amma yenə də məsələn əlaqəyə basanda gördüyünüz kimi, məsələn, gəlin bunun indi ümumilikdə CSS-ini dəyişək, yazırıq first və button yazaq məsələn. Məsələn, buttona ümumilikdə gəlin color qoyaq. Məsələn, color-ı gəlin white eləyək və ya FFFF yazsaq olar. Gördüyünüz kimi color yazanda yadınıza düşürsə demişdim ki, ümumilikdə sözün rəngi dəyişir. Gördüyünüz kimi əlaqə sözü ağ rəng oldu. Ondan sonra məsələn background color dəyişsək, tutaq ki, black bir şey eləyək. Gördüyünüz kimi button belə bir şey oldu. Belə çox da pis görsənmir əslində. Yəni belə daha yaxşıdır məncə. Yəni borderlə falan. Əslində gəlin borderlə eyni rəng qoyaq ki, daha professional olsun. Tamam. İndi ağ rəng olan ola bilər əslində, amma yəni əsasən mən bunu nəyə yazıram? İndi başa salacağam. Yəni bunu elə belə yazmadım. İndi məsələn belə bir şey göstərim. Yəni gördüyünüz kimi kodu belə bir şey aldıq. Yəni çox da pis görsənmir əslində. John Doe Frontend Developer əlaqə və s. İndi məsələn belə bir şey deyim. Tutaq ki, gördüyünüz kimi belə bir 26 sətr kod yazdıq. Amma yəni məsələn hərdən görə bilərsiniz ki, kodlar biraz belə təkrarlanır. Ümumilikdə bunu başa salmaq istəyirəm. Məsələn əgər tutaq ki, məsələn gəlin təkrarlanması üçün bir dənə də bir şey yaradaq. Məsələn, gəlin hələlik belə maraq üçün 40 piksel yazım ikisində. Düzdür, çox yekə oldu, amma fikir verməyin. Deməli, mən burada nəyə başa salmaq istəyirəm? Gördüyünüz kimi mən first H3 yazmışam. Buna da eyni kod yazmışam. Font size 40 piksel, font family Arial. Bizdə first P-də də font size 40 piksel və yenə də font family Arial. Yəni gördüyünüz kimi bu təkrarlanır. Əgər kodumuz daha çox olsa, daha çox təkrarlanma görə bilərik. Həm də ki bu bir söz, yəni vaxt da itirirsiniz də, həmçinin belə yazmaq da biraz belə yora bilərsiniz, belə deyim. Məsələn, əgər istəsəniz ki, əgər görsəz eynidir kodları falan. Ümumilikdə belə bir şey eləmək olar. Məsələn, first P-ni götürürük. Buradan koma qoyuruq, vergül və ondan sonra yazırıq məsələn bu first P-ni. Və əgər mən bunu silsəm, gördüyünüz kimi saytda heç bir şey dəyişmədi. Yəni yenə də eyni bir şey qalır. Yəni ümumilikdə nəyi başa salmaq istəyirəm? Əgər kodları falan eynidirsə, içindəki bracketlərin içindəki hər şey eynidirsə, onda biz nə edirik sadəcə? Koma qoyuruq hər dəfə. Məsələn, vergül yeni qoyuruq. Məsələn, tutaq ki, indi buttonu gəlin elə belə maraq üçün buttona da belə bir şey qoyaq. Görək necə görsənəcək. Məsələn, buttonu da gətirirəm, qoyuram bura. Bu kodu da silək. Yəni ümumilikdə gördüyünüz kimi belə bir şey alınır. Yəni hal-hazırda bu üçünün də kodu eyni bir şeydir. Ancaq yəni mən bir də yəni təkrarlamadım da ki, bir dəfə yəni first H3 yazdım, sonra bracket açdım, təzədən bunu yazdım, sonra P açdım, P yazdım, bracket açdım, sonra təzədən bunu yazdım. Dilim qarışdı və s. Yəni ümumilikdə əgər koma qoysanız, yəni vergül qoysanız, hər dəfə yəni sadəcə adını yazaraq eyni stili ümumilikdə belə yaratmaq olar. Bura kimi kiminsə nəsə sual var? Aha, bəli. Yəni long ABC eləyəndə sadəcə məsələn bizdə məsələn gəlin yaradım. Məsələn ümumilikdə burada C++-da yəni indi headerlər zadı yazmayacağam, sırası mainə keçim. Məsələn C++-da ümumilikdə siz dediyiniz kimi yazsaq long A, B, C. Yəni bu demək deyil ki, üçü də bir şeydir. Yəni məsələn ondan sonra qayıdıb məsələn aşağıda yaza bilərsiniz ki, A bərabərdir məsələn 50-də yəni. Sonra B bərabərdir 40. Ancaq yəni bunlar gördüyünüz kimi yəni eyni bir şey deyil axı. Yəni məsələn A 50-dir, B 40-dır. Yəni bunun nə mənası oldu? Ancaq CSS-də bunların üçü də eynidir. Yəni əgər üçünü də belə koma ilə yazsanız, həmişə üçünün də value-su eyni olacaq. Ancaq məsələn burada A-nı 50 qoydursa A 50 olacaq, B-ni 40 qoydursa B 40 olacaq.
Yəni problem ondadır. Yəni C++-da sonradan qayıdıb bunu onsuz da dəyişirsiniz. Burada hal-hazırda trashdir, yəni bilinmir value'su nədir. Amma yəni CSS-də əgər komma ilə yazsanız və sonra bir dənə bir şey spesify eləsəniz, üçü də eyni olacaq. Məsələn, C++-da bunu yazmaq üçün belə bir şey eləyə bilərik. Məsələn, A bərabərdir B bərabərdir C bərabərdir 40. Bilmirəm işləyəcək bu ya yox. Ancaq yəni ümumilikdə yəni belə bir şey fikirləşə bilərsiniz yəni. Yəni mən burada deyirəm ki, E3 bərabərdir P bərabərdir button bərabərdir bu ikisi. Yəni ümumilikdə belə bir şey fikirləşə bilərsiniz. Aha, siz sağ olun. Tamam. Devam edə bilərik. Yəni başda aldığım kimi ümumilikdə bizim bu border radiuslarla həm piksellə də yazmaq olur, həm məsələn faizlə də yazmaq olur. Yəni 50% həmişə dairə olur, belə gördüyünüz kimi. Tamam. Ondan sonra box shadow da var bizdə əslində. Box shadow nədir? Məsələn, bunu daha çox 3D kimi görsənmək üçün istifadə olunur. Məsələn, gəlin elə bu kodu kopyalayım, bir də yazmayım. Məsələn, ümumilikdə gəlsək bura, yazsaq məsələn box shadow. İndi mən başlayacağam bu value-lar falan nədir? Gördüyünüz kimi düzdür, çox az görsənir. Yəni mən belə yaxınlaşdırım. Yəni bir dənə qırağa əgər diqqətlə baxsanız görəsiniz ki, belə kölgə yarandı. Məsələn, gəlin silin baxın ümumilikdə. Baxın siləndə görürsüz belə ağappaqdır da, yəni qırağında məsələn heç bir şey yoxdur. Amma məsələn əgər mən qaytarsam bunu, gördüyünüz kimi belə qıraqda biraz belə yarandı. İndi mən gəlin bunu ümumilikdə grey yox black eləyək ki, daha belə bərk görsənsin. Aha, tamam, görürsüz belə. Yəni burada gördüyünüz kimi biraz belə yəni ümumilikdə shadow var. Görürsüz belə aşağı tərəfindən. Məsələn, bunu daha yaxşı göstərmək üçün mən bunu 15 piksel eləyim hamısını. Yəni görürsüz belə. Gördüyünüz kimi belə 3D kimi görsənir. Məsələn, buradan belə elə bil yuxarı qalxıbdı. Buna box shadow deyilir. Ümumiyyətlə yəni box shadow yazanda div-yə qoyanda qıraqlardan belə kölgə yaradacaq. Yəni bu daha çox 3D falan görsənmək üçün və ya daha yaxşı görsənmək üçün istifadə olunur. İstədiyiniz rəng qoya bilərsiniz. Məsələn, red qoyaq. Yəni gördüyünüz kimi belə bir belə daha yaxşı görsənir. Yəni gördüyünüz kimi belə görsənir. Deməli, ümumilikdə bunlar nədir? Bunlar tərəflərdir. Məsələn, belə tam dəqiq yazılıbdır. Məsələn, birində məsələn 0 yazsaq tutaq ki, gördüyünüz kimi qıraqdan azaldı. Və ya məsələn buna 0 yazsaq, gördüyünüz kimi yəni aşağı tərəfdən azaldı. Və ya məsələn buna 0 yazsaq, yəni gördüyünüz kimi belə daha çox shadow-ya oxşamır da, yəni bu da belə məsələn adi bir şey yaradır. Yəni ümumilikdə bu sağ soldur. Yəni əsasən sağ sol deyəndə əsasən belə sağ tərəf. Ondan sonra bu yuxarı aşağıdır, əsasən aşağı tərəf. Bu isə ümumilikdə yəni shadow, yəni nə qədər belə canlı görsənsin də, məsələn 20 piksel falan qoysam, yəni ümumilikdə daha çox neona oxşuyur da, yəni ümumilikdə. Box shadow da belə bir şey. Tamam. Aha, indi isə bunları da başlayalım. Deməli, yadınıza düşürsə demişdim, block var, flex falan var. Məsələn, bir dəqiqə. Tamam. Məsələn, burada indi display bu necə yazılır ümumilikdə? Məsələn, blok qoyanda dediyim kimi, məsələn, əgər mən nə isə əlavə eləsəm, bu qıraqdan yaranmayacaq da. Tutaq ki, mən girsəm indeksə, aşağı qayıtsam, H1 yazsam, bura məsələn yazsam hello. Yəni gördüyünüz kimi bu aşağısından yaranır. Yəni bu qədər boş yeri buraxıb götürüb burada aşağısından yaranır. Nəyə görədir bu? Bu bizdə display deyə bir şey var. Ümumilikdə display gördüyünüz kimi flex var, block var, flexbox, grid, inline block və s. və s. və s. Yəni çoxdur bunun vəbşi value-ları. Blok yazanda həmişə blokluyur, yəni belə bir şey başa düşə bilərsiniz ki, məsələn qıraqlarına icazə vermir ki, bura bir şey gəlsin. Flex yazanda, məsələn, blok yazanda, yəni həmişə default olaraq həmişə blok olur. Yəni məsələn blok yazanda heç nə olmur. Ondan sonra display none var. None yazanda gördüyünüz kimi itdi. Amma yəni mən HTML-dən yazmamışam, yəni kodu falan silməmişəm. Yəni gördüyünüz kimi itifdi, heç bir şey yoxdur burada. Məsələn, buna mən flex yazsam, gördüyünüz kimi flex yazanda bu qayıtmadı. Ancaq
boxun əgər içinə baxsanız, flex yazanda bu nə deməkdir? Ümumilikdə yəni div-in içindəki bütün kontentləri yan-yana qoyur. Yəni görürsüz məsələn bu birinci gəlir, sonra bu yanına, sonra bu yanına, yəni belə hamısını yan-yana eləyir. Yəni əgər məsələn bunu təzədən mən qaytarsam blok eləsəm, yəni gördüyünüz kimi belə aşağı-aşağı olur. Niyə? Çünki məsələn birincisi image bu qıraqları belə bloklayır, icazə vermir ki, heç nə qoyulsun. Sonra bu text qıraqları belə bloklayır, sonra p qıraqları bloklayır, əlaqə qıraqları bloklayır və heç nə olmur, yəni yazmaq olmur. Yəni qıraqlara heç nə qoymaq olmur. Amma mən qayıtsam məsələn bunu flex qoysam, artıq yəni gördüyünüz kimi belə yan-yana olur. Ondan sonra bizdə inline var. Inline əslində belə görə bilərsiniz. Div-də çox belə məzəli işləyir gördüyünüz kimi. Ancaq məsələn əgər div-in içinə yox, məsələn gəlin belə bir şey eləyək. Əgər mən qayıtsam bir dənə də div yaratsam və bu div-in içinə birinci məsələn hello-nu atsam, ondan sonra məsələn bu div-ni atsam, gəl məsələn buna id qoyaq, məsələn second. Yəni gördüyünüz kimi indi isə ikisinin indi valideyni vardı. Məsələn div first-ün valideyni nədir? Div yəni id second. Və ya h1-in valideyni kimdir? Yenə də id second olan. Məsələn indi qayıtsam bura, fərqi yoxdur, yəni hardan yazırıq? Gəl məsələn buradan yazaq second. Məsələn bura indi birinci flexi göstərim. Display flex yazsam, gördüyünüz kimi belə yan-yana olur. Amma məsələn gəlin bunu belə aşağı tərəfdən yazım ki, daha yaxşı görürsəniz. Tamam. Yəni gördüyünüz kimi belə yan-yana olur. Yəni ümumilikdə bu div ilə və bu teksti yan-yana qoyur. Yəni flex ümumilikdə yan-yana qoymaq üçündür. Əgər məsələn mən bunu qaytarsam, blok eləsəm yenidən. Yəni gördüyünüz kimi aşağı düşəcək. Niyə? Çünki yəni buraları bloklayır. Amma məsələn inline yazsam əslində heç nə dəyişmədi. Yəni bu çox normaldır. Yəni ümumilikdə əgər inline belə başa salsam, burada məsələn göstərir, daha çox çalışır yan-yana eləsin. Sadəcə məndə məsələn burada margin falan var deyənə, əgər məsələn mən bu margini falan silsəm, paddingi silsəm, yəni indi daha çox məsələn qırağa falan eləyir. Yəni gördüyünüz kimi hello-nu gətirir, çıxardır üstünə də, yəni bunun üstünə çıxardır. Yəni inline ümumilikdə nəyə çalışır? Çalışır ki, yəni bütün hamısını yan-yana qoysun daha çox. Ancaq yəni elə də lazımdır ki, bütün yəni ekran dolu olsun deyə. Məsələn, əgər çoxlu bir elementlər biz yaratsaq, ekran dolu olsun da inline-ın daha düzgün işlədiyini yəni görəsiniz. Yəni ümumilikdə məsələn tutaq ki, belə həm də ki inline qoyanda məsələn tutaq ki, bunun width-i 150 ola bilər, bununki 100 ola bilər, bununki məsələn 50 ola bilər, fərqi yoxdur. Ancaq inline blok yazanda bütün hamısı eyni olur. Yəni məsələn bu 500-500-dürsə, bu da 500-500 olacaq. Yəni width height, width-i 500 olsa, height 500 olsa, bu da yəni width-i 500, height 500. Yəni bu display əslində çox da belə bunlar istifadə olunmur. Əsasən göstərdiyim istifadə olunan flexdir. Çünki məsələn flex yazanda əgər tutaq ki, mən gəlin belə eləyək. Məsələn bu hello-nun yerinə çoxlu bu kartlardan yaradaq. Məsələn 1 Tamam. Bir dənə də yaradaq. Gördüyünüz kimi flex yazmışam deyənə hamısı yan-yana belə düşür. Ancaq məsələn mən qayıdıb bu flexi silsəm, hamısı alt-alta olacaq. Yəni incə mən sizə göstərmişdim kontaktomda. Məsələn orada flex istifadə olunubdu. Flex istifadə olunubdu deyənə bütün kartlar həmişə yan-yana olur. Yəni məsələn mən təzədən qayıtsam elə kodu qaytaraq. Məsələn yan-yana olanda daha yaxşı olur. İndi məsələn hər bir karta da gəlin. Məsələn bizdə kart yadınıza düşürsə first idi. Məsələn gəlin paddinglər yaradaq. Məsələn 50 piksel qoysaq, padding yox, margin. Gördüyünüz kimi bütün hamısı belə uzaqlaşır bir-birindən, yəni daha yaxşı görsənir. Hamısında məsələn width-ini biraz belə yaxşı, gəlin padding qoyaq. Padding 100 piksel. Tamam. Yəni daha yaxşı bir şey görsənir. Yəni ümumilikdə başa düşdüyünüz kimi, yəni flex yan-yana olur. Margin belə qıraqlarda məsələn boşluq yaradır. Padding iç tərəfdən boşluq yaradır və s. Yəni ümumilikdə yəni bütün hamısı belə bir şeydir.
Burada da yəni ümumilikdə başa salır incə yaratdığımız, yəni necə yaradılır və s. Ümumilikdə bura kimisə sual var vəbşə bütün kodlar haqqında. Tamam. Onda yəni ümid edirəm başa düşdünüz. Yəni belə biraz çətin gələ bilər əlbəttə ki, sıfırdan başlayanlar üçün, vəbşə proqramlaşdırmaya sıfırdan başlayan üçün laf çətin gələ bilər. Amma yəni ümumilikdə dediyim kimi CSS-i falan, belə HTML-i falan baxsız ki, yəni kodlar falan çoxdur. O kodları yəni mən oturub məsələn hamısını əzbərləməmişəm də. Məsələn mənə siyahı qoymuşlar ki, qabağıma oturub bunların hamısını əzbərlə. Yox, elə bir şey eləməmişəm. Mən nə etmişəm? Məsələn boş vaxtlarımda sayt falan özümdən fikirləşmişəm, yaratmaq üçün məsələn açmışam bir dənə proyekt, yazmışam kodların hamısını və məsələn tutaq ki, mən border yaradanda border məsələn bilmirəm də necə yaradılır. Məsələn girirəm internetə yazıram how to create a border in CSS məsələn. Ondan sonra məsələn sayta falan girirəm. İndi daha rahatdır ki, məsələn Gemini sразу belə sizə cavab yazır. Ümumilikdə yəni hamısını da başa salır. Yəni məsələn kodun falan özü necə işləyir və s. Yəni onu başa salmaq istəyirəm ki, ümumilikdə bütün belə kodları öyrənmək üçün əzbərləmək falan lazım deyil. Yəni practice elədikcə hamısı belə yadınızda qalacaq ümumilikdə. Yəni əgər fikirləşirsinizsə belə çoxdur kodlar belə yadda falan qalmır. Amma yəni dediyim kimi əgər daha çox practice eləsəz, yəni kodların hamısı belə yadınızda qalacaq. Tamam. Bir dənə ev tapşırığını başa salım. Deməli, ümumilikdə ev tapşırığında bir dənə məsələn kart yaratmaq lazımdır ümumilikdə. Yəni belə bir şey yaradın. Sadəcə məsələn bunu daha böyük eləyə bilərsiniz. Məsələn burdan belə öz şəklinizi qoyun, sonra adınızı, məsələn işinizi falan, yəni fərq etməz də. Sadəcə belə bir kart yaradın. Bir də çalışın ki, məsələn kartlardan çox yaradın və flexdən istifadə edin. Yəni məsələn display flex yazın ki, bütün hamısı belə yan-yana düşsün. Məsələn çalışın 3 dənə kart yaradın. Məsələn ailənizdən də ola bilərlər. Məsələn burada özünüz, ondan sonra ya qardaşınız, bacınız, ya ananız, atanız, yəni fərqi yoxdur. Yəni istəsəz vəbşi John Doe falan da yaza bilərsiniz, fərqi yoxdur. Yəni özünüzdən uydura da bilərsiniz, yəni fərqi yoxdur. Siz yəni əsas deyirəm ki, belə qəşəng bir dizayn düzəldəsiniz. Məsələn kart dizaynı. Ya da məsələn istəsəz elə kontaktların özünə girib kontaktlarındakını belə tam düzəldə bilərsiniz. Yəni əsas istəyirəm ki, sadəcə siz belə bir kart düzəldəsiniz. Yəni ki belə hamısını da belə yan-yana qoyasınız. Yəni ev tapşırığı ümumilikdə bundan ibarətdir. Tamam. Bura kimi kimizə sualı var vəbşə ümumilikdə? O Texnosfer neti deyirsiz? Onu deyirsinizsə, elə bir ki, onu əslində biz keçirmirik, yəni Rastogetə keçirmir onu. Belə deyim, o yarışma mən düzgün başa düşdüyümə qədər elə bir ki, orada məsələn sabahın alimləri kimi fikirləşə bilərsiniz. Orada ümumilikdə məsələn hansısa bir proyekt yaratsınız. Əsasən kodlarla falan ya AI düzəldə bilərsiniz. Əgər prosta məsələn proqramlaşdırmadan bilirsinizsə də, yəni yaxşı bilirsinizsə, onu da eləmək olar. Məsələn tutaq ki, yəni insana lazımlı olan bir şey düzəldə bilərsiniz də. Məsələn tutaq ki, hansısa bir AI düzəldə bilərsiniz, ya hansısa bir sayt düzəldə bilərsiniz, hansısa bir oyun düzəldə bilərsiniz, yəni fərqi yoxdur. Ondan sonra məsələn orada submit olunacaq, yəni kodları falan paylaşılacaq. Yəni ona görə də sonra cajlar olacaq, ümumilikdə münsiflər. Yəni onlar dəyərləndirəcəklər də ki, hansı proyekt ən yaxşısıdır, hansı proyekt vəbşə normaldır və s. Ondan sonra da yəni ilk 3 yerə belə səhvləmirəmsə hədiyyə veriləcək, hansı hədiyyə. Yəni nəsə bir şey olmalıdır. Və ümumilikdə Rise Together-ın özündə də əlbəttə ki, yarışma keçirdəcəyik özümüz. C++-na keçirmək istəyirik Ələkbər müəllimlə. Hələ ki belə saytla bağlı da əslində mən keçirmək istəyirəm. Məsələn, tutaq ki, 1 saatlıq bir yarışma olsun. Mən ümumilikdə sizə bir dənə sayt göstərəcəm. Siz də yəni onun duplikatını yaratmağa çalışarsınız, yəni ki, tam eyni olsun. Amma yəni hələ ki yəni keçim biraz. Məsələn, daha çox JavaScript-də falan şey çatanda ümumilikdə yəni o yarış eləmək olar. Yəni belə bir şey. Başqa kimsə sual var? Tamam, yoxsa onda yekunlaşdıra bilərik.
Hamınıza qoşulduğunuza görə çox təşəkkür edirəm. İnşallah ki, belə başa düşdünüz. Amma yenə də sualınız falan olsa, yəni mənə yazın, problem deyil. Yəni sizə əlavə video çəkib ümumilikdə göndərə bilərəm. Tamam, onda çıxa bilərsiniz. Hamınıza sağ olun və görüşərik. Sağ olun.